Elə qanayı şəhidimizin gəlib təslim olun, evə gəlmişik, anam yanına gəlmişik. Bugün özünü boş verir, şəhid qardaşımızın ziyarətə gəlmişik. Bugün burada biz şəhidlərdən biri də şəhid qardaşımız nəsib olurdu. Aniyatya başsağlığı verir. Allah bala rəhmət etsin, uşaqımız, Allah 25 diləsin. Bugün gəlib balamız sayesinde bütün şəhidlərimizə rəhmət arzu analar üçün arzudur. Bir azı zirvədir. Bir şirin də həmən yalan bir şirin deyil, azı zirvədir. Neynəmək olar ki, bugün gəlib qardaşımızın analarımıza, hamısına başsağlığı verir. Bugün özümüzə bir boş verdik, bugün anamızın yanına gəlir, ananın yanında olmağa. Bugün hər bir ananın yanında olmaq, mənim üçün bir qurur, fəxrdir. Hər bir ananı, hər bir ocağa getmək. Bugün bizim cəm eləyən bu şəhidlərimizi, belə şəhidlərimizi analarla, atalarla hər bir yerdə olmağımız, hər bir rayona getdikcə mən həmişə demişəm, deyirəm və hər bir çəkilişimizdə deyirəm ki, bizi bugün cəm eləyən qəlb kimi şəhid qardaşlarımız, bugün bizim bu analarla mehriban edən, hər bir şəhidli itlaqlara gətirən bu qardaşlarımız. Bu qardaşlarımız timsalında biz hamıyla ana bala, ata bala qardaş olmuşum. Bu da hamısı analarımızdır, hamısı ürəklarıdır, hamısı yaralı. Hər birinə qəlbin timsalında balaların rəhmi hamısı. Allah onlara dəyməsin ki, onlar yaşasın ki, balalar yaşasın. Bugün də yenə deyirəm, rəhmət, buyurun anam, sən üzra gəlmişəm, sən yana gəlmişəm. Bugün Allah qardaşımıza rəhmət etsin, şad olsun. Mən yenə deyirəm ki, mənim üçün Polad necə çıxdı şəhidlər elədi. Mənim üçün analar kəsir, bütün anaların hamısı elədi şəhid analarımız. Ona görə də mən sizin huzurunuzda, sizin həyatınıza girməyəcək bir fəxr verirəm. Mən səmimi ürəklə deyirəm. Adam var, onu yalandan, reklam üçün deyil. Yox, bizdə reklam yox. Biz tanıyanlar, bütün analarımız bilir ki, hamısının yanında. Biz səmimiyik, səmimi. Biz İmam Hüseyin aşıqıyıq. Bugün İmam Hüseyin aşıqı şəhidlərimiz, İmam Arıca şəhid gedib, şəhid olsa, biz onları boşuyuq. Ona görə Allah sizlərəcək, sizləri var edəcək. Siz yaşayın ki, balalarsınız. Allah sizləri hər zaman evdə nəsib edəməsin.